Salam. Mən bugün sizinlə bişirdiyim balqabaq aşının təqdimatını göstərmək istəyirəm. Çox məşəqqətli və çətin bir iş olsa da, mən bunu hazırladım və təqdim edirəm. Aşı hər formada sevənlər üçün bu deyərdim ki, lap şah əsərdir. Dadını bilənlər bilir, bilməyənlər üçün bunu təqdim edirəm ki, istəsəniz siz də hazırlayıb dadına baxa bilərsiniz. İçi tamamilə arınır, əlavələr götürülür və qab kimi hazırlanır ki, içinə aş və qara yığılsın. Mən birinci dəfə idi bu yeməyi hazırlayırdım. Sizə də tövsiyəm oldu ki, hazırlayıb dadına baxasınız. Çox gözəl bir yeməkdir. Milli mətbəximizə aiddir. Qonşu ölkələr də yəqin ki, bunu bişirir, hazırlayır. Özünüz də bilirsiniz, hansı qonşu ölkələrdən söhbət gedir. Amma mən bunu biraz gec hazırlayır. Bizdə milli mətbəximizə aid olsa belə, hər kəs hazırlanmır bu formada. Mən istərdim ki, hər kəs milli mətbəximizə aid olan yeməkləri, çörəkləri tamamilə bişirməyi görsün və uşaqlarımız bu qidalarla görsün. Bu qazanda isə aşı dəmləyəcəm. Gördüyünüz kimi hər bərdən arınan soyuqlar sadə olaraq yağda qovrulub, duzsuz, istiyotsuz qovrulub, kənara qoyulub. Soğan, duz, sarı köklər yağda qovrulur. Bu isə qaramıza gedəcək olan ərzaqlardır. Qovrulmuş, örtülmüş soyuq ətlərini soğanı əlavə edirəm, şabalı əlavə etmişəm. Ağ kişmiş, alça turşusu, quru qayısı, hurma, bunlar qarışdırılır. Əlbəttə ki, qaranın kər yağında hazırlamaq lazımdır ki, dadı da gözəl olsun. Bu isə duz, xörək duzundan istifadə edirəm mən. Ancaq xörəklərdə ancaq xörək duzu istifadə olunur. Mənim üslubumda bu belədir, çünki xörək duzu ilə yeməklər daha dadlı olur. Bu meşə balıdır, meşə balından istifadə edirəm. Hər tərəfli olaraq hər tərəfini içərisini sürtürəm. Bu isə kərə yağıdır. Kərə yağından da istifadə edirik ki, aşımız buxarlananda gözəl qoxusu olsun və kərə yağı boranını, balqabağı daha yumuşalmasına kömək edəcək. Balda həmçinin. Hər birinin öz yeri var da. Düyünü tam bişirmirik. Burada isə darçın və istiriddən əlavə edirəm. Mən üstün qaralara darçın edirəm. Gözəl olur. Göz hazırladığım yavan turşudur. Sizə də sunumları tövsiyə edirəm. Dadlı olur. İçinə keşyu da vura bilərsiniz. Keşyu tapa bilmədiyimə görə mən qara kişmiş, fındıq, təmizlənmiş fındıq, fıstıq bunları əlavə etmişdim. Belə gördüyünüz kimi qat-baqat əlavə olunur balqabağın içinə. Burada ləpələr gördüyünüz kimi əlavə olunur. Onun üstündən biraz duz səpirəm. Üstünə təzədən qara əlavə olunur. Bu isə hazırdır. İndi isə yağımızı əlavə edirik. Üstündən də qalan balı əlavə edib qapağını bağlayırıq. Xalqa ilə tamamilə açıq bir dal əmək şərtilə bürünür.
əvvəlcədən ısınmış 180 dərəcəlik sobaya qoyuruq. Bu gördüyünüz balqabaq içində aş, yəni tam dəmlənməyi üçün bizə 3 saat yarım, 4 saat vaxt lazım olur 180 dərəcədə və sonra bişməyinə az qalmış üstünün qızarmağı üçün folqadan açıb qızardırsınız və beləliklə hazırdır. Mən deyərdim ki, bu bir şah əsərdir. Çox gözəl dadlı olur. Siz də hazırlaya bilərsiniz. Burada isə ulduz formasında doğramaya çalışmışam. Çox maraqlı hissəsi isə burasıdır. Göz haqqınızı halal edin. Hər kəs hazırlaya bilər. Nuş olsun.